2019-cu il sentyabrın 29-da Suraxanı rayon prokurorluğuna 31-ci polis bölməsinin inzibati ərazisində ağır cinayət törədilməsi barədə məlumat daxil olub. 3-cü Mədən küçəsi ev 42 mənzil 12-yə baxış keçirilərkən, şüşə qabla və bıçaqla yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə Xəzər rayonunun Şağan qəsəbəsində yaşayan İlham Həşimovun meyidi aşkar edilib. Məlum olub ki, onu həyat yoldaşı ilə yaxın münasibətdə olmasından şübhələnən Akşin Quliyev qətlə yetirib və hadisə yerindən qaçıb. Baxış keçirilməsi haqqında 29 sentyabr 2019-cu il tarixli protokoldan görünüb ki, hadisə yeri Suraxanı rayonu Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi ev 42 mənzil 12-dir. Giriş qapısının üzərində və qonaq otağında müşahidə kameraları quraşdırılıb. Mənzilin dəhlizində paltarları və ətrafı qana bulaşmış, üzü üstə uzanıqlı vəziyyətdə kişi meyidi aşkar olunub. Otaqda əşyaların dağınıq, stulların aşmış vəziyyətdə, döşəmədə çoxlu sayda qan ləkələrinin olması müəyyən edilib. Cinayəti törədən şəxsin hamam otağında dəyişdiyi paltarlar, şüşə materialdan olan sınıq meyvə qabı, video qeydiyyat cihazları, qana bənzər ləkələrin nümunələri müvafiq qaydada qablaşdırılaraq götürülüb. Meyidin xarici müayinəsi protokolundan görünüb ki, 1972-ci il təvəllüdlü İlham Həşimovun başında, boynunda, döş qəfəsində, qarnında, sol əlində, sol və sağ bazu nahiyəsində çoxsaylı xəsarətlər aşkar edilib. Şalvarın sağ cibindən 10 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq əskinazlar və 2 ədəd mobil telefon müvafiq qaydada götürülüb. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Həmin gün Binəqədi rayon 4-cü polis şöbəsi məsul növbətçisinin raportu ilə müəyyən edilib ki, saat 13:13-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi, ev 9-da yaşayan Fərman Vəliyev qonşusunu bıçaqlayan şəxsi tutub saxlaması barədə məlumat verir. Həmin ünvana yollanan polis əməkdaşları sakinlər tərəfindən saxlanılan Akşin Quliyevi şöbəyə gətiriblər. O 1968-ci ildə Cəbrayıl rayonunda anadan olub. Orada qeydiyyatda olmaqla Bakı şəhərinin Suraxanı rayonunda yaşayır. Əvvəllər məhkum olunmayıb. Fakta görə Binəqədi rayon polis idarəsi istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb. Baxış protokoluna əsasən Rəsulzadə qəsəbəsi, Qəmbərov küçəsi 1 mənzil 23-də giriş qapısının qarşısındakı döşəmədə, həmçinin çarpayının üzərində qan ləkələrinin olması müəyyən edilib. Məhkəmə tibbi ekspertizasının rəyinə görə İlham Həşimovun meyidində 12 ədəd yara aşkar edilib. Ölümünə ürəyin, sol ağciyərin və yuxu arteriyasının yaralanması nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olur. Sentyabrın 30-da cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib. İstintaqla müəyyən edilib ki, Akşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylarda bir neçə dəfə yaşadığı mənzilin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb, həyat yoldaşı ilə yaxın münasibətdə olmasından və ona əxlaqsız təkliflər etməsindən şübhələnib. Buna görə Həşimovu qisas məqsədi ilə öldürməyi qərarlaşdırıb. Sentyabrın 26-sından başlayaraq onun mobil telefonuna zənglər edib görüşmək istədiyini bildirəndə sonuncu işdən gec çıxdığından ancaq istirahət günündə görüşə biləcəyini deyib. Ayın 29-u saat 11 radələrində İlham Həşimov Akşin Quliyevin Bülbülə qəsəbəsində yerləşən mənzilinə gəlib. Qonaq otağındakı masanın arxasında oturub bir qədər söhbət etdikdən sonra Quliyev cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə arxasına keçib. Televizorun yanından şüşə qabı götürüb stulda arxası ona tərəf əyləşmiş İlham Həşimovun baş və digər nahiyələrinə güclü zərbələr endirib. Əlbəyaxa olaraq mənzilin dəhlizində əvvəlcədən gizlətdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını götürüb ona çoxsaylı zərbələr vurub. Ağır yaralı vəziyyətdə olan Həşimovun qapıdan çıxıb qaçmaq cəhdinin qarşısını alaraq paltarından dartıb onu saxlayıb. Onu öldürməməsi ilə bağlı yalvarışlarına məhəl qoymadan qəddarlıqla
ölümü ilə birbaşa səbəbli əlaqəsi olan boyun nahiyəsində yuxu arteriyasının tam kəsilməsi ilə müşahidə olunan ağır zərər vurmaya aid çoxsaylı xəsarətlər yetirib. Zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edəndən sonra Akşin Quliyev 20 il əvvəl qardaşı Afər Quliyevin keçmiş arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi və həmin müddətdən qərəzli münasibətdə olduğu uzaq qohumu Füzuli Şirinovu da öldürməyi qətiləşdirib. Saat 13 radələrində həmin bıçağı götürərək evdən çıxıb və taksi ilə Binəqədi rayonu Qəmbərov küçəsi 1 mənzil 23-ə gəlib. Dəhlizdə Füzuli Şirinova bıçaqla 3 dəfə zərbə vurub. Oğlu araya girib onun qanunsuz hərəkətlərinin qarşısını aldığı üçün və zərər çəkmiş vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərildiyindən Akşin Quliyev iradəsindən asılı olmayan səbəbə görə Füzuli Şirinovu qəsdən öldürməyə cəhd edib. İş üzrə dindirilmiş Akşin Quliyev bildirib ki, 2000-ci ildə Sahilə Cəfərova ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. 3 övladı dünyaya gəlib, Bülbülə qəsəbəsində yaşayıb. 2005-ci ildən Dövlət Neft Şirkətinin Texnoloji Nəqliyyat Departamentində sürücü motorçu işləyib. Həyat yoldaşının əvvəllər onlarla qonşu olan,
Sonralar isə Xəzər rayonunun Şağan qəsəbəsinə köçüb, orada yaşayan İlham Həkimovla münasibətinin olmasından şübhələndiyi üçün evdə dəfələrlə onunla mübahisə edib. Şübhələnməyinin səbəbi qonşuların ona qarşı münasibətlərinin dəyişməsi, həmçinin bir neçə dəfə İlhamın evinin yanında gəzib pəncərələrinə tərəf baxması olub. Növbəti mübahisədən sonra sentyabrın 1-də arvadını və uşaqlarını Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan qaynatasının evinə göndərib. Həmin vaxtdan hadisə baş verən günə kimi evdə tək yaşayıb. Sentyabrın 29-na dək İlham Həkimovla bir neçə dəfə telefonla əlaqə saxlayıb, ona görüşmək istədiyini deyib. Keçmiş qonşusu əvvəl işlərinin çox olmasını bəhanə edərək görüşdən yayınıb. Nəhayət, sentyabrın 29-da görüşmək barədə razılaşıblar və səhər saat 11 radələrində İlham evinə gəlib. Öldürəcəyindən şübhələnməməsi üçün onunla xoş görüşüb. Qonaq otağında əyləşib ona şübhələri barədə danışıb. Həyat yoldaşı ilə nə kimi münasibətlərinin olduğunu soruşanda İlham andaman edərək arvadı ilə yaxınlığı olmadığını deyib. Hətta telefonunu da baxmaq üçün ona təqdim edib. Telefona baxdıqdan sonra Həkimovun arxasına keçərək televizorun yanında qoyulmuş şüşə qabı götürüb onun baş nahiyəsinə dayanmadan zərbələr vurmağa başlayıb. Qab qırılsa da zərbələr vurmaqda davam edib. Şüşə qırığı sağ əlinin baş barmağını kəsib. İlham zərbələrin təsirindən səndəliyib. Əvvəlcədən dəhlizdə hazır qoyduğu, mətbəxdə mütəmmadi istifadə etdikləri bıçağı götürüb Həkimovun sol qabırğa və qarın nahiyəsinə ardıcıl xəsarətlər yetirib. Neçə bıçaq zərbəsi vurmağını xatırlamır. İlham qapını açıb bloka qaçmaq istəyib və qışqırmağa başlayıb. Qolundan dartıb qapını arxadan bağlayıb və ona zərbələr vurmaqda davam edib. Həkimov üzü üstə yıxılanda arxadan boyun nahiyəsindən tutub boğazını kəsib. Həmin vaxt hələ o sağ olub. Boğazını kəsdikdən 1-2 dəqiqə sonra nəfəsi kəsilib. Səsküyü eşidən qonşular artıq qapını döyməyə başlayıblar. Üst başı qanlı olduğu üçün hamam otağında paltarlarını dəyişərək yuyunub. Bıçağı da yuyaraq şalvarının cibinə qoyub. Hamamdan çıxanda böyük qardaşı Afərin pəncərəni sındıraraq evə daxil olduğunu görür. Blokda olan qonşulara yalandan polisə gedib könüllü təslim olacağını deyib. 1997-ci ildə qardaşının keçmiş arvadı ilə münasibəti olan həmkəndlisi, həmçinin uzaq qohumu Füzuli Şirinovu da öldürməyə qərarlaşdırıb. İlhamı öldürdüyü üçün onsuz da cinayət məsuliyyətinə cəlb olunacağını, ona görə də Füzulini də qətlə yetirib hər iki əməlinə görə cəza çəkmək barədə düşünüb. Bu məqsədlə evdən çıxıb piyada magistral yola doğru gedib. Fiat markalı, üzərində taksi nişanı olan avtomobilə əyləşib Rəsulzadə qəsəbəsinə yollanıb. Ərazidə sınıqçı kimi tanınmış Füzuli barədə yerli sakinlərdən maraqlandıqdan sonra onun yaşadığı məhəlləni tapıb. Vətəndaşların evin blokuna daxil olmağını və çıxmağını görüb, onlar kimi Şirinovun mənzilinə qalxıb. İçəri girəndə Füzulinin digər otaqda xəstəyə baxdığını görüb. Ona görə də dəhlizdə oturub gözləyib. Bir qədər sonra Şirinov otaqdan çıxıb, ayağa qalxıb, heç bir söz demədən şalvarının kəmərinə keçirdiyi bıçaqla onun qarın nahiyəsinə zərbələr vurub. Otaqda olan digər şəxslər, həmçinin Füzulinin təxminən 18-19 yaşlı oğlu da dəhlizə çıxaraq əlindən tutublar. Buna baxmayaraq yenə də zərbə vurmağa çalışıb. Şahidlər bıçağı əlindən aldıqdan sonra evdən çıxıb. Heyətə düşəndə qonşular onu tutub saxlayıblar. Polis əməkdaşları gəlib onu Binəqədi rayon polis idarəsinə aparıblar. Akşin Quliyevin sözlərinə görə İlham Həkimovla qonşuluqda yaşayan müddətdə münasibətləri yaxşı olub. Füzuli Şirinovu öldürmək istəyərkən bıçaq təsadüfən atasına kömək etməyə çalışan Elçin Şirinlinin qolunu kəsib. Hadisə günü spirtli içki və narkotik vasitələrdən istifadə etməyib. Zərər çəkmiş şəxsin hüquqi varisi Altay Həkimov ifadəsində göstərib ki, mərhum İlham Həkimov onun doğma atası olub. Ailə üzvləri ilə birlikdə 2002-ci ildə Masallı rayonundan Bakı şəhərinə köçüblər. Həmin vaxtdan Bülbülə qəsəbəsində müxtəlif ünvanlarda kirayədə qalıblar. Atası Sədərək Ticarət Mərkəzində fəhlə kimi çalışıb. Akşin Quliyevlə bir neçə il üzbəüz qonşu kimi yaşayıblar.
2016-cı ildə Şağan qəsəbəsində tikdikləri ev hazır olduqdan sonra ora köçüblər. Atası qonşularla münasibəti yaxşı olduğundan arada əvvəlki məhlələrinə gedib gəlib. Sentyabrın 29-u səhər tezdən maşın bazarına gedib. Saat 12 radələrində telefonuna atasının iş yoldaşı Ceyhun Məmmədov zəng vuraraq İlhamın Bülbülə qəsəbəsində yaşayan Akşin adlı şəxslə mübahisə etdiyini və təcili ora getməsini deyib. Həmin binanın qarşısına çatanda çoxlu sayda insanların və polislərin toplaşdığını görüb. Akşin Quliyevin atasını hansısa bəhanə ilə evinə çağırıb, orada bıçaq zərbələri ilə öldürdüyünü bilib. Akşinin hadisədən bir neçə gün əvvəl də atasına zəng edib, görüşə çağırmasını yalnız hadisədən sonra öyrənib. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdikləri, yəni onun arvadı ilə atasının yaxın münasibətinin olması yalandır. O heç bir əsas olmadan atasından şübhələnib. Hesab edir ki, Akşin Quliyev insanlığa sığmayan əməl törədib. Zərərçəkmiş şəxs qismində dindirilmiş Füzuli Şirinov ifadəsində göstərib ki, həyat yoldaşı və övladları ilə birlikdə Rəsulzadə qəsəbəsində yaşayır. Sınıqçı kimi fəaliyyət göstərir. Akşin Quliyev güya onun qardaşı Afər Quliyevin arvadı ilə təxminən 20 il əvvəl intim münasibətdə olmasından şübhələndiyi üçün onunla uzun müddətdir ki, qərəzli münasibətdə olub. Sentyabrın 29-unda evdə xəstələri qəbul edəndə qapı döyülüb. Müayinəyə gələn tanımadığı şəxslərdən biri qapını açıb. Otaqdakı xəstənin müayinəsi bir qədər uzun çəkdiyindən dəhlizdə gözləyən şəxsə bu barədə xəbərdarlıq etmək üçün yanına gedib. Bu zaman əyləşdiyi yerdən qalxan Akşin Quliyev onu öldürəcəyini və yaşamağa qoymayacağını deyərək bıçaqla dərhal qarın nahiyəsinə 2 dəfə zərbə vurub. Zərbələrin qarşısını almaq üçün onunla əlbəyaxa olub, qolunu sıxaraq zərərsizləşdirməyə çalışıb. Çöl qapıdan içəri daxil olan oğlu Elçin də onun əlindən bıçağı almaq istəyib. Şahid qismində dindirilmiş Afər Quliyev bildirib ki, doğma qardaşı Akşin Quliyev hadisədən təxminən bir ay əvvəl arvadını və uşaqlarını evdən qovub. Həyat yoldaşının ona İlham adlı şəxslə xəyanət etdiyini bildirib. Hansı səbəbdən belə düşündüyünü soruşduqda Akşin deyib ki, dəfələrlə evdə olarkən arvadı uzun müddət evin pəncərəsindən çölə baxır. Küçəyə çıxanda əvvəllər onlarla qonşu olmuş İlhamı görüb. Sentyabrın 29-unda qonşuluqdakı azyaşlı uşaqlar yaşadığı evə gəlib, Akşinin evində nəsə baş verdiyini bildiriblər. Ora çatanda evin qapısı bağlı olub. Həyətdə isə çoxlu sayda qonşular toplaşır. Pəncərənin şüşəsini sındıraraq evə daxil olanda qardaşının hamamda üst-başı qan içində əllərini yuduğunu görür. Nə baş verdiyini soruşanda o İlhamı öldürdüyünü deyib. Akşinin Binəqədi rayonunda öldürməyə cəhd etdiyi Füzuli Şirinov onların uzaq qohumu olub. Aralarında yaxşı münasibət olmayıb. Belə ki, 20 il əvvəl Füzuli ilə onun keçmiş arvadı arasında intim əlaqə olub. Öz evinə gələndə onun mətbəx otağında gizləndiyini görüb. Bundan sonra arvadı ilə boşanıb. Ancaq Füzuli ilə indiyədək münaqişəsi olmayıb. Qardaşı həmişə kin saxlayıb və əxlaqsız hərəkətinə görə onu gec-tez cəzalandıracağını deyib. Şahid Azər Quliyev bildirib ki, həmin gün qardaşı Afər pəncərədən içəri keçib qapını açıb. Qapının qarşısında İlham Həkimovu qan içində döşəmədə uzanıqlı vəziyyətdə görüb. Tez təcili tibbi yardıma zəng etməyini bildirəndə Akşin buna artıq ehtiyac olmadığını və İlhamın başını kəsdiyini deyib. Təslim olacağını söyləyərək evdən polis idarəsinə getmək adı ilə çıxıb. Ardınca qonşusu Nazimlə 31-ci polis bölməsinə gedəndə Akşinin ora gəlmədiyini öyrənib. Afərin arvadının xəyanət etməsi Akşina çox pis təsir edib və o həmişə Füzulidən qisas almalı olduqlarını deyib. Şahid Sahilə Cəfərova ifadəsində göstərib ki, İlham Həkimov ailəsi ilə onlarla təxminən 15 ilədək qonşu kimi yaşayır. Son 8-9 ayda Akşinin ona qarşı münasibəti kəskinləşib. Bunun səbəbi onu haqsız yerə, hamıya, həmçinin İlham Həkimova qısqanmağı olub. Akşin neft şirkətində işlədiyindən 15 gün dənizdə olub. Bunu əsas gətirərək
həmin müddət ərzində İlhamla ona xəyanət etdiyini düşünür. Əsəbləşəndə çox aqressiv davranıb, hətta buna görə bir neçə dəfə onu döyüb. Bununla bağlı polisə şikayət etməyib. İlham Həşimovla heç vaxt intim münasibəti olmayıb. Dəfələrlə bunu yoldaşına başa salmağa çalışsa da, onu dinləmək istəməyib. Sentyabrın 1-də aralarında yenə mübahisə yarandığından uşaqlarını da götürüb atasının evinə gedib. Şahid növrəstə Həşimova ifadəsində göstərib ki, İlham Həşimovla 1993-cü ildə ailə həyatı qurub. Akşin Quliyevin ailəsi ilə qonşuluqda yaşadıkları müddətdə aralarında hər hansı problem olmayıb. Oradan köçəndən sonra İlham tez-tez həmin məhəlləyə gedib, qonşularla çay içib, domino oynayıb. Əri ilə Akşin Quliyevin həyat yoldaşı arasında hansısa münasibətin olmasına inanmır. Sentyabrın 29-da Masallı rayonunda olanda oğlu zəng edərək Akşinin öz evində İlhamı bıçaqla vurub, öldürdüyünü xəbər verib. Şahid Nazim Feyzullayev bildirib ki, 1990-cı ildən 2011-ci ilədək daxili işlər orqanlarında işləyib. Hazırda təqaüdçüdür. Akşin Quliyev və İlham Həşimovu qonşuları kimi tanıyıb. Sentyabrın 29-da məhəllədə olarkən İlhamı görüb. O konkret olaraq nə işi olduğunu və kimin yanına gəldiyini deməyib. Bir müddətdən sonra Akşinin yaşadığı blokun qarşısında qonşular toplaşıb. Onun qardaşı Afər pəncərədən içəri daxil olub, qapını açıb. İlhamın dəhlizdə yerdə uzandığını, Akşinin yanında dayanıb köynəyinin düymələrini bağladığını görüb. Bundan sonra hadisə yerinə istintaq əməliyyat qrupu gələrək müayinə aparıb. Şahid Fərman Vəliyev bildirib ki, sentyabrın 29-da evin qarşısında dayanıb qonşularla söhbət edəndə Füzuli Şirinovun oğlu Elçinin qışqırdığını eşidib. Blokdan çıxıb qaçmaq istəyən şəxsin qarşısını kəsib, onu saxlayıb. Digər qonşular yaxınlaşaraq onun Füzuli Şirinovu bıçaqladığını bildiriblər. 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Akşin Quliyevin Füzuli Şirinovu hansı səbəbə görə bıçaqladığını bilmir. Məhkəmə prosesində Akşin Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Törətdiyi cinayət əməllərinin səbəbləri nəzərə alınmaqla barəsində ədalətli cəza təyin edilməsini xahiş edib. Zərər çəkmiş şəxsin hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib. Məhkəmə hesab edib ki, Akşin Quliyevin Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 29, 120.2.4-cü və 2.10-cu xüsusi amansızlıqla təkrar qəsdən adam öldürməyə cəhd maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli olması, özünün işin faktiki hallarına uyğun etiraf edici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilib. 2020-ci il iyulun 28-də məhkəmənin hökmü ilə Akşin Quliyev cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub.